Toz pudra istifadəsindən sonra ölən qadının ailəsi təzminat alacaq. Amerika Birləşmiş Ştatında məşhur şirkət pensiyaçı qadının ölümünə görə 966 milyon dollar təzminat ödəməli olacaq. Amerika Birləşmiş Ştatında məhkəmə Johnson & Johnson korporasiyasının üzərinə tolk əsaslı toz pudranın istifadəsindən sonra ölən pensiyaçı qadının ailəsinə 966 milyon dollar məbləğində təzminat ödəmə öhdəliyini qoyub. Kaliforniyadan olan qadının 88 yaşı var idi. Mərhum memurun qohumları iddia edirlər ki, onda mezotelioma Johnson'ın tərkibində asbest olan tolk əsaslı uşaq pudrasını istifadə etdikdən sonra inkişaf edib. Korporasiya dəymiş ziyan müqabilində 16 milyon dollar təzminat və 950 milyon dollar cərimə ödəməlidir. Bununla belə Johnson'ın vitse-prezidenti Eric Haas məhkəmənin qərarı ilə razılaşmadığını bildirərək apellyasiya məhkəməsinə şikayət etmək niyyətində olduğunu deyib. Şirkətin nümayəndələri uşaq pudrasının tərkibində asbest olduğunu inkar edir. Buna baxmayaraq Johnson tək əsaslı məhsulun satışını dayandırıb, çünki memurun işi ilk belə hadisə deyil.